Əhlül-Beyt kimdir? Saqqaleyn hədisində Əhlül-Beytin zikri keçdiyi üçün burada mütləq onların kimlər olduğuna baxmağımız lazımdır. Biz əvvəlki müzakirədə Əş-Şərif Əl-Murtədanın Saqqaleyn hədisindəki Əhlül-Beyt məfhumunu necə dar bir çərçivəyə salmağa çalışdığına şahid olduq. İndi isə gəlin bu məsələni daha dərindən araşdıraq. Əlbəttə ki, Əhl-i-Beytin kimliyini öyrənmək üçün hər şeydən əvvəl Allahın kitabına, Qur'an-ı Kərimə müraciət etməliyik. Əhzab surəsində uca Allah Peyğəmbərin zövcələrinə birbaşa xitab edərək buyurur: Evlərinizdə qərar tutun. İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin. Allaha və onun elçisinə itaət edin. Ey Əhl-i-Beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən Allah lütfkardır, hər şeydən xəbərdardır. Bu, məşhur Təthir ayəsidir. Şiyələr bu ayəni imamların fəziləti və məsumluğuna dair bir dəlil olaraq göstərirlər. Lakin Əhl-i Sünnət qeyd edir ki, ayə hər şeydən əvvəl Peyğəmbərin zövcələri haqqında nazil olmuşdur. Çünki ayənin həm əvvəli, həm də sonrası tamamilə açıq bir şəkildə Peyğəmbərin zövcələrinə xitab edir. Allah onlara bəzi əmrlər verir, bəzi şeyləri qadağan edir və bütün bunların səbəbini məhz onları günahlardan təmizləmək və paklamaq istəməsi ilə izah edir. Bu təfsir böyük səhabə İbn Abbasın sözlərində də öz təsdiqini tapıb. Rəvayət edilir ki, İbn Abbas bu ayə haqqında demişdir. Bu ayə xüsusilə Peyğəmbərin zövcələri haqqında nazil olmuşdur. Onun tələbəsi İkrimə isə bu mövzuda o qədər əmin idi ki, deyərdi: Kim istəsə onunla mübahisə edərəm, yəni qarşılıqlı lənətləşərəm ki, bu ayə məhz Peyğəmbərin zövcələri haqqında nazil olub. Bu rəvayətlərin sənədi alimlər tərəfindən salih hesab edilib. Beləliklə, ayənin ilk növbədə Peyğəmbərin zövcələri haqqında nazil olması isnad baxımından İbn Abbasdan sabitdir. Əhl-i Sünnət alimlərinin təfsiri də nəsillər boyu məhz bu izaha uyğun olub. Gəlin, bu barədə bir neçə misala baxaq. İmam Əş-Şafidən bu barədə soruşurlar və o, Peyğəmbərin yoldaşlarının, yəni zövcələrinin ayəyə daxil olduğunu deyir. Əbu Bəkir Əl-Cəssas yazır: Bu ayəyə Peyğəmbərin zövcələri daxildir, çünki xitabın əvvəli onlara aiddir. Əbu Amr Əddani deyir: Ayədə nəzərdə tutulan onun əhl-i-beyti olan zövcələri və ailəsidir. Böyük dilçi alim İbn Sidəh yazır: Peyğəmbərin əhl-i-beyti onun zövcələri, qızları və kürəkənidir. Əbul-Muzaffər Əs-Səmani deyir: Şiyələr iddia ediblər ki, bu ayəyə Peyğəmbərin zövcələri daxil deyil. Halbuki ayənin özü onların da bu hökmə daxil olduğunu göstərir. Böyük Şafii fəqihi Əş-Şirazi qeyd edir: Əhl-i-Beytə kişinin evindəki bütün zövcələri daxildir. Mötəzili alimlərindən Əz-Zəməxşəri isə yazır: Burada Peyğəmbərin xanımlarının da onun əhl-i-beytindən olduğuna dair aşkar bir dəlil vardır. Və nəhayət, Fəxruddin Ər-Razi məsələni yekunlaşdıraraq deyir: Ayənin zahiri mənası Peyğəmbərin zövcələri haqqındadır. Çünki ondan əvvəl və sonra gələn ifadələr onlara müraciət edir. Bu sanki bir insanın öz oğluna öyrən və mənə itayət et, çünki mən sənin üçün yalnız yaxşılıq istəyirəm deməsi kimidir. Məlumdur ki, bu söz yalnız onun oğlunu əhatə edir. Burada da eyni məntiq tətbiq edilir. Əlbəttə, şiyələr bütün bunlara etiraz edərək deyirlər ki, əgər ayə zövcələrə aid olsaydı, o zaman əhl-i-beytə edilən xitab qadın cinsində deyil, nə üçün kişi cinsində varid olub, yəni niyə sizdən sözü ankum şəklində gəlib, ankun nə şəklində gəlməyib? Əhl-i Sünnət alimləri bu suala birdən çox tutarlı cavab veriblər. Gəlin, onlardan ikisinə baxaq. Birinci izah. Əl-Həkim Ət-Tirmizi və digər alimlər qeyd edirlər ki, ərəb dilində əhl, yəni ailə sözünün özü kişi cinsində olduğu üçün ona aid olan əvəzlik və xitablar da, hətta söhbət yalnız qadınlardan getsə belə, kişi cinsində işlənə bilir. Bu, ərəb dilinin üslub xüsusiyyətidir. Məsələn, bir insan öz həyat yoldaşı haqqında danışarkən, əhlin mecədir deyə soruşur və cavabında onlar, yəni hum kişi cəmi yaxşıdırlar deyə bilər. Allah da Quranda İbrahim Peyğəmbərin zövcəsinə xitab edən mələklərin dilindən buyurur: Allahın rəhməti və bərəkəti sizin, yəni aleykum kişi cəmi üzərinizə olsun, ey əhl-i beyt.
Göründüyü kimi xitab bir qadına olsa da əhl sözünə görə kişi cəm forması işlənib. Həmçinin Musa Peyğəmbər Taha surəsində tək başına zövcəsini xitab edərkən dayanın, yəni imkusu, kişi cəmi və sizə, yəni ləalləkum, kişi cəmi bir köz gətirib, deyir. Bu izaha görə ayədəki kişi cəm forması sadəcə olaraq əhl sözünün lüğəvi formasına uyğunlaşdırılıb. İkinci izah və bu, alimlərin əksəriyyətinin qəbul etdiyi izahdır. Ayədə kişi cəm formasının işlədilməsinin səbəbi odur ki, Əhl-i Beyt məfhumu təkcə Peyğəmbərin zövcələrini deyil, onlarla birlikdə Peyğəmbərin özünü, qızı Fatiməni, kürəkəni Əliyi və nəvələri Həsən ilə Hüseyni də əhatə edir. Və ərəb dilinin qaydasına görə bir qrupda həm kişilər, həm də qadınlar olduqda xitab həmişə kişi cəm formasında olur. Seyfuddin Əl-Əmidi və Fəxruddin Ər-Razi kimi böyük alimlər bu fikirdədirlər. İbn Kəsir deyir, ən doğru görüş budur ki, ayənin nazil olma səbəbi zövcələrdir. Lakin ayənin mənası daha genişdir və digərlərini də əhatə edir. Cəlaluddin Əd-Dəvvani isə məsələni belə yekunlaşdırır. Beləliklə Əli, Fatimə, Həsən və Hüseynin bu ayəyə daxil olmasının dəlili hədisdir, yəni kisə hədisi. Zövcələrin daxil olmasının dəlili isə Quranın özüdür. İndi isə gələk şiyyələrin Peyğəmbərin zövcələrini Əhl-i Beyt məfhumundan çıxarmaq üçün əsaslandıqları ən güclü dəlilə Ümmü Sələmənin hədisinə. Məlumdur ki, bu ayə məhz Ümmü Sələmənin evində nazil olub və şiyyələrin istinad etdikləri bəzi rəvayətlərdə güya Ümmü Sələmə Peyğəmbərdən mən də Əhl-i Beytdən deyiləmmi deyə soruşduqda Peyğəmbər xeyr cavabını verir və ya sən xeyr üzərindəsən deyərək onun bu dairəyə daxil olmadığını eyham edir. Lakin bu ləfslərlə gələn rəvayətlərin hamısı istisnasız olaraq sənəd baxımından çox zəif, hətta bəziləri etibarsızdır. Onların sənədlərində məchul, zəif və şiyyəliyində ifrata varmaqla tənqid olunan ravilər mövcuddur. Bəs Ümmü Sələmədən gələn daha səhih və daha mötəbər rəvayətlər bizə nə deyir? Onlar tamamilə fərqli bir mənzərə ortaya qoyur. İmam Əl-Bəğavi və İmam Əl-Beyhəqi kimi böyük alimlərin səhih hesab etdiyi bir rəvayətdə Ümmü Sələmə deyir ki, ayə onun evində nazil olduqda o soruşdu, ey Allahın elçisi, məgər mən Əhl-i Beytdən deyiləmmi? Peyğəmbər cavab verdi, bəli, inşallah. İmam Əhmədin Müsnədindəki başqa bir səhih rəvayətdə isə Peyğəmbər o məhşur duanı etdikdən sonra Ümmü Sələmə başını otağa uzadıb soruşur, mən də sizinləyəm ya Resulullah. Peyğəmbər cavab verir, sən xeyirdəsən, sən xeyirdəsən. Alimlər izah edirlər ki, bu cavab inkar mənası daşımır. Əksinə, Peyğəmbər sanki ona deyir ki, sən onsuz da ayənin birbaşa xitab etdiyi zövcələrdənsən və sənin məqamın onsuz da xeyr üzərindədir. Mənim bu duam isə ayənin birbaşa xitabında olmayan digər ailə üzvlərimi də bu şərəfə daxil etmək üçündür. Hətta digər səhih hədislər də bu mənanı təsdiqləyir. İmam Buxarinin rəvayətində Peyğəmbər Zeynəb bin Cəhşlə evləndikdən sonra digər zövcəsi Ayşənin otağına gedir və ona belə salam verir. Sizə salam olsun ey Əhl-i Beyt, Allahın rəhməti sizin üzərinizə olsun. İfk hadisəsi ilə bağlı o uzun və məşhur hədisdə isə Peyğəmbər minbərə çıxıb Ayşəni müdafiə edərkən dəfələrlə onu əhli, yəni mənim ailəm adlandırır. Bütün bunlar heç bir şübhəyə yer qoymur ki, Peyğəmbərin öz lisanında onun zövcələri onun Əhl-i Beytinin ayrılmaz bir parçasıdır. Və ən maraqlısı, ayənin zahiri mənasını və kontekstini Peyğəmbərin zövcələrinə dəlalət etdiyini şiə alimlərinin özləri də etiraf edirlər. Amma bunu etiraf etdikdən sonra çox qəribə bir nəticəyə gəlirlər. Məsələn, Əl-Məclisi deyir ki, ola bilsin ki, səhabələr təthir ayəsini bilərəkdən bəzi dünyəvi maraqlarına görə gətirib Peyğəmbərin zövcələrinə aid olan ayələrin arasına yerləşdiriblər. O hətta əlavə edir ki, əgər tərtibdə heç bir dəyişiklik olmadığını qəbul etsək belə, ola bilsin ki, bu ayədən əvvəl və sonra bəzi ayələr Qurandan çıxarılıb. Yusuf Əl-Bəhrani isə daha da iləri gedərək, ağla yaxın olan bir ehtimal budur ki, təthir ayəsinin zövcələrə aid olan ayələrin arasında yerləşdirilməsi sonradan edilmiş bir əlavədir.
Əgər ayənin konteksti onların iddia etdiyi kimi aşkar şəkildə zövcələrə dəlalət etməsəydi, o zaman bu böyük şiə alimləri bu qədər ağır bir ittihama, yəni Quranın təhrif edilməsi iddiasını əl atardılarmı? Bu ziddiyyəti müasir şiə alimlərindən Kamal Əl-Heydəri öz çıxışlarının birində çox açıq şəkildə etiraf edir. O öz tərəfdarlarına xitabən deyir: "Dəyərli dostlar, biz 1300 ildir isbat etməyə çalışırıq ki, Təthir ayəsi Peyğəmbərin zövcələrinə aid deyil. Onlar isə bizə deyirlər ki, nə əsasla? Axı ayənin həm əvvəli, həm sonrası qadınlardan bəhs edir. Necə olur ki, bir ayənin ortasındakı bir cümləni qoparıb, tamamilə fərqli insanlara aid edirsiniz? Onlar deyirlər ki, Quranda Təthir ayəsi deyə ayrıca bir ayə yoxdur. Bu sadəcə Əhzab surəsinin 33-cü ayəsinin bir hissəsidir. Ayədən əvvəl 20 dəfə qadınlara müraciət var, sonra da yenə qadınlara müraciət var. Sizi Allaha and verirəm, əgər bizdə məsumluq etiqadı olmasaydı, siz özünüz bu ayəni ilk növbədə zövcələrə aid etməzdinizmi?" Əl-Heydəri davam edir: "Bizim buna verəcəyimiz tək bir cavab var. Əvəzlik dəyişib. Əvvəl qadın cəmi, yəni kunnə, sonra kişi cəmi oldu, yəni kum. Bundan başqa nəyimiz var? Amma onlar da buna cavab veriblər. Deyirlər ki, kişi cəm əvəzliyinə keçid, qadınları istisna etmək üçün deyil, əksinə qadınlarla yanaşı kişiləri də bu hökmə daxil etmək üçündür. Əgər kişi cəm əvəzliyi qadınları istisna etsəydi, o zaman Fatimə də bu ayəyə daxil olmamalıydı, çünki o da qadındır. Amma siz onun daxil olduğunu deyirsiniz. O zaman Peyğəmbərin zövcələri niyə daxil olmasın?" Kamal Əl-Heydəri sonda acı bir ehtirafla yekunlaşdırır: "Gedin Qumdakı ən böyük alimlərdən soruşun, görəcəksiniz ki, onların bu məsələyə verəcəkləri tək cavab budur. Çünki rəvayətlər var. Yaxşı, amma biz indi Quran üzərində müzakirə aparırıq. Bütün bunlarla yanaşı, şiələrin öz hədis ədəbiyyatına nəzər saldıqda görürük ki, Allahın elçisi özü Əhl-i Beyt və itrət sözlərini Kisə hədisindəki o 5 nəfərdən daha geniş mənada işlədib. Əs-Səduqun rəvayətində Peyğəmbər öz əmisi oğlu Aqil haqqında danışarkən sonda ağlayır və deyir: "Məndən sonra itrətimin başına gələcəklərlə bağlı Allaha şikayət edirəm." Əl-Kuleyninin rəvayətində Peyğəmbər vəfat edən hər bir Haşim oğlunun qəbrinə xüsusi bir işarə qoyurdu ki, həmi onun ailəsindən birinin vəfat etdiyini bilsin. Başqa bir rəvayətdə Peyğəmbər xəstə ikən Əli və Abbası öz Əhl-i Beyt adlandırır. Bir digər rəvayətdə isə Səlman Əl-Farisi deyir ki, Abbas Peyğəmbərdən soruşdu: "Ey Allahın elçisi, Əlinin biz Əhl-i Beytdən üstünlüyü nədir?" Gördüyümüz kimi Abbas özünü də Əhl-i Beytdən sayır və Peyğəmbər buna ehtiraz etmir. Bir başqa rəvayətdə İbn Abbas deyir ki, Peyğəmbər buyurdu: "Bilin ki, mən və Əhl-i Beytimdən 4 nəfər, mən, Əli, Həmzə və Cəfər eyni torpaqdan yaradılmışıq." Hətta Əs-Suduq uzun bir rəvayətin içində Peyğəmbərin belə dediyini nəql edir: "Əli məndən sonra ümmətimin ən fəzilətlisidir. Həmzə və Cəfər isə Əlidən sonra Əhl-i Beytimin ən fəzilətliləridir." Şiə qaynaqlarında Bədir döyüşündə şəhid olan Ubeydə bin Əl-Harisin Peyğəmbərin dilindən Əhl-i Beytimin ilk şəhidi adlandırıldığı da qeyd edilir. Bu məsələni şiə alimlərinin özləri də dil baxımından təsdiqləyirlər. Şeyx Əs-Suduq Əhl sözünün lüğəvi mənasını izah edərkən yazır: "Əhl bir şəxsin öz ailəsini və ən yaxın qohumlarını ifadə edir. Allah Rəsulunun əhli isə digər qəbilələr yox, yalnız Haşim oğullarıdır." O hətta etiraf edir ki, əgər itirt sözü yalnız övladlar mənasında olsaydı, o zaman Əli ibn Əbi Talib özü Səqaleyn hədisinin vəsiyyətinə daxil olmazdı. Şeyxut Taifə Ət-Tusi isə daha da dəqiq bir tərif verərək yazır: "Beləliklə, Əhl-i Beyt ifadəsindən məqsəd yalnız Haşim oğullarıdır və onlar Abu Talibin, Abbasın və Əbu Ləhəbin övladlarıdır." O, hətta bunun üzərində
Şiə firqəsinin icma etdiyini, yəni ortaq rəydə olduğunu iddia edir. Bütün bu dəlillər ayənin aşkar konteksti, səhih hədislər, İbn Abbas və İkrimə kimi böyük səhabə və tabiunların şahidliyi, yüzlərlə sünnə aliminin icmaya yaxın görüşü və ən əsası Şiə alimlərinin özlərinin etirafları və rəvayətləri. Hamısı tək bir həqiqəti göstərir. Əhl-i Beyt məfhumu Şiələrin iddia etdiyi kimi yalnız o 5 nəfərlə məhdudlaşmır. Bu məfhum hər şeydən əvvəl Peyğəmbərin zövcələrini, daha sonra isə onun bütün yaxın qohumlarını, yəni bütün Haşim oğullarını əhatə edən geniş bir anlayışdır. Buna görə də Səqaleyn hədisini və Tətir ayəsini bu geniş mənadan qoparıb, yalnız məhdud bir qrupun imamətinə dəlil gətirmək cəhdi nə Qur'anın öz məntiqinə, nə də hədislərin ümumi ruhuna uyğun gəlmir.